Salam uşaqlar. Bu gün köməkçilik qisələri haqqında danışacağam. Köməkçilik qisələrindən olan bağlayıcı haqqında danışacağam. Biz birinci qoşma haqqında danışdıq. Qoşma bildik ki, digər köməkçilik qisələrindən fərqi odur ki, qoşulduğu sözlə birlikdə müəyyən mənaçalar əmələ gətirir. Bu gün isə bağlayıcıdan danışacağıq. Bağlayıcı da köməkçilik qisələrindən biridir. Bağlayıcının işi cümlə üzvlərini və ya cümlələr arasında əlaqə yaradır. Onları qrammatik cəhətdən bir-birinə bağlayır. Baxın, qrammatik cəhətdən deyir. Bəzi hallarda mən görmüşəm, testlərdə düşür ki, leksik cəhətdən bir-birinə bağlayır. Xeyr. Nəzərə alsaq ki, sadəcə köməkçi nitq hissələrinin qrammatik xüsusiyyəti olur. Bağlayıcılar təbii ki, təkcə sözləri deyil, eyni anda mürəkkəb cümlələri, onları əmələ gətirən sadə cümlələri deyil, ayrı-ayrı müstəqil cümlələri, abzasları, hətta mətnin müxtəlif hissələrini də bir-birinə bağlamağa kömək edir. Bağlayıcıların özü iki yerə ayrılır. Birincisi tabellik bağlayıcılarıdır. İkincisi isə tabelsizlik bağlayıcılarıdır. Tabellik bağlayıcıları bunlar sadəcə mürəkkəb cümlənin tərkib hissələrini bağlayır bir-birinə. Sadəcə mürəkkəb cümlələrin, tabeli mürəkkəb cümlələrdən söhbət gedir. Tərəflərini bir-birinə bağlayır. Yəni bir işlənmə yeri var. O da bir işlənmə yeri mürəkkəb cümlələrdədir. Amma tabelsizlik bağlayıcıları isə bunun iki işlənmə yeri vardır. Bir, həmcins sözlər bir-birinə bağlayır. İkincisi isə tabelsiz mürəkkəb cümlələri bir-birinə bağlayır. Deməli, yadda saxlayacağımız kimi tabelsizlik əlaqəsi iki işlənmə yeri var. Tabeli əlaqələrin isə bir işlənmə yeri var. Bağlayıcılar qurulursa sadə və mürəkkəb olur. Ümumiyyətlə, köməkçilik hissələrində qurulursa düzəltmə yoxdur. Ya sadə olacaq, ya sadə mürəkkəb olacaqdır. Ancaq bu formada olacaqdır. Tabelsizlik bağlayıcılarının məna növünə gəldikdə, birincisi birləşdirmə bağlayıcısıdır. Birləşdirmə bağlayıcısı və ilə ilə işlənir və mürəkkəb cümlənin tərkib hissələrini də bir-birinə bağlayır, həmçinin də cümlə üzvlərini bir-birinə bağlayır. İlənin işi isə sadəcə cümlə üzvlərini bir-birinə bağlamaqdır. Və iləni həmişə əvəz edə bilir, amma ilə vəni həmişə əvəz edə bilmir. Çünki ilə mürəkkəb cümlələri bir-birinə bağlaya bilmir deyə, bu bir-birinə əvəz etməkdə və iləni əvəz edə bilir. İlə vəni əvəz edə bilmir. Əsas diqqət edəcəyiniz məqamlardan biri nədir? Birincisi, biz iləni şəkilçiləşmiş forması da qoşmadakı kimi la, lədir. Biz iləni həmçinin eyni qaydada gəlirik, qoşmada da görürük. Yəni şəkilçiləşmiş forması da olsa, biz bunu la iləni zərfdə də görürük. Bəs bunları biz bir-birindən necə ayıracağıq? Bunları bir-birindən ayırmaq üçün diqqət edəcəyimiz bəzi məqamlar vardır. Birincisi, məsələn, desəm ki, əgər Sara ilə, məsələn, Aynur kəndə getdi. Belə cümlələrdə çox diqqətli olmaq lazımdır. Baxın, xəbərində nə var? Cəm şəkilçisi yoxdur. Getdi. Kim getdi? Aynur getdi. Aynur haraya getdi? Yer zərfli, kəndə getdi. Kim ilə getdi? Sara ilə getdi. Baxın, bu zaman bunları diqqət edəsiniz. Gördünüzmü? Mən Sara ilə Aynuru bir götürmədim. Halbuki biz nə deyirik? İlənin hər iki tərəfində eyni suala cavab verən, eyni nitq hissəsi olanlar vardısa, bunları biz ortadakı iləni bağlayıcı götürürük. Və bunu tapmağın rahat yolu isə və ilə əvəz etməkdir. Mən nə üçün burada Sara ilə Aynuru mübtada kimi götürmədim eyni anda, onu da deyim. Ona görə ki, getdi sözündə, xəbərində cəm şəkilçisi yoxdur. Cəm şəkilçisi olmağı mütləqdir. Çünki Sara ilə Aynur dedikdə mən bunu rahatlıqla onlarla əvəz etməliyəm və buradakı larilər şəkilçisini də eyni anda xəbərdə görməliydim. Getdilər olmalıydı. Əgər buradakı xəbər getdilər olsaydı, mən Sara ilə Aynuru eyni anda mübtada formasında götürəcəkdim. Deməli, diqqət edilməli məqamlardan biri budur. Ümumiyyətlə, qoşmada belə bir şey vardır ki, qoşma sualın da tərkibinə daxil ola bilir, cümlə üzvündə tərkibində daxil ola bilir. Ona görə bunlar diqqət ediləsi məqamlardır. İkincisi, inkarlıq bağlayıcısıdır. İnkarlıq bağlayıcıları nə də ki, bu inkarlıq bağlayıcısıdır. Sadəcə inkarlıq bağlayıcısında diqqət edəcəyimiz məqam hansıdır? Əgər mən desəm ki, nə yazmır, nə oxumur. Baxın, bu doğru anlayış sayılmayacaq. Nə oxumur. Bu doğru sayılmır. Ona görə ki, onsuz da burada nə inkarlığı vardır. Daha gəlib burada təzədən bir də inkar şəkilçisini işlətməyin yeri yoxdur. Yəni biz buradan əgər nə
bağlayıcılarını çıxarsaq, gərək oradakı xəbər təsdiqə getsin. Amma biz bunu çıxararkən də xəbər təsdiqdə olmur, inkarda qalır. Yəni bu cümlə doğru qaydada nə yazır, nə oxuyur formasında olacaqdı. Və bu zamansa mən nələri siləndə yazır və oxuyur formasında təsdiqə gedəcəkdi. Üçüncüsü iştirak bağlayıcılarıdır. İştirak bağlayıcılarından həmdəki, dadə şəkilçisi, hətta, habelə, həmçinin o cümlədən, o sıradan bunlar daha çox bildiyimizdir. Əlavə olaraq da nələr var? Eləcə də, özü də. Yəni bunlara da diqqət edin, çünki bunlar da düşənlərdən biridir. Bir də və nəinki bunlar istifadə olunan iştirak bağlayıcılarıdır. Bir də başdan deyirəm, həm də, hətta, habelə, həmçinin, o cümlədən, o sıradan, eləcə, özü də, bir də nəinki bunlar da iştirak bağlayıcısıdır. Məsələn, deyirəm ki, onun özü də burada iştirak etməyi məsələn, daha çox qəbul edirdi. Bu sözü bir də mənim üçün demə, yəni bu formada işlədəcəksiniz. Bunlar da inkarlıq bağlayıcı, iştirak bağlayıcısıdır. Dördüncü bağlayıcımız, biraz belə qaldıraq. Dördüncüsü bölüşdürmə bağlayıcısıdır. Bölüşdürmə bağlayıcısında daha çox istifadə olunan ya da cah-cahda, istərsə də və yaxud da. Deyirəm ki, mən bunu, ya bunu belə edin və yaxud da başqa formada edək. Baxın, burada iki iş olur. İki iş. Yadınızda bunu belə saxlayın. İki iş olur. Yadınızda saxlayın ki, bu iki işdən ən azı bu bir işdir, tutalım bu da bir işdir. Mütləq biri həyata keçməlidir. Ya bu həyata keçməlidir, ya da bu. Amma mütləqdir ki, heç olmasa biri həyata keçməlidir. Məsələn, deyirəm ki, sən istər sən ol, istərsə sən ol. Hər hansısa biriniz belə olsanız, bu məsələni yerinə yetirməlisiniz. Yəni fərq etmir. Sonda nəticədə iş yerinə yetməlidir. Bölüşdürmə bağlayıcısı budur. Sanki kimlərsə arasında bölürəm. Və yəni bu konkret olaraq belə gedə bilməz də, sanki mən kimlər arasındasa bölürəm. Daha çox biz nəyə fikir verəcəyik? Sanki bu iki iş var qarşımda. Biri istəsəm də istəməsəm də həyata keçməlidir. Məsələn, deyirəm ki, ya sən bu gün bu dərsləri oxuyacaqsan, ya da mən sən bunu oxuyana qədər buraxmayacağam. Baxın, burada necə işlədirik. Ya sən dərsi bu dəqiqə mənim üçün danışıb oxuyasan, ya da sən oxuyub bitirənə qədər mən səni buraxmayacağam. Görürsünüzmü? İki işdən birinə məcburən razılaşmalı olursan. Bu iki işdən biri məcburən razılaşmalı olur. Sonra beşincisi qarşılaşdırma bağlayıcıları. Qarşılaşdırma bağlayıcılarında adətən bunu necə yadda saxlayasınız? Qarşılaşdırma bağlayıcılarında mütləq vergülün bir tərəfində müsbət, bir tərəfində mənfi fikir olur. Mütləq bunu belə düşünün. Yəni mən amma, ancaq, lakin ən çox istifadə olunanlar axır vaxtlar bunlardır. İsə, fəqət və halbuki. İsə, fəqət və halbuki. Ən çox da bunlardan istifadə edilir. Bu biraz çox gözə çarpmır. Yadınızda qalsın ki, mən o başdan indi bunların hər birində vergül məsələsinə də toxunacağam. Məsələn, deyirəm ki, mən səni çox istəyirəm. Bax, mən səni çox istəyirəm. İstəyirəm. Aha, bura qədər yazırıq, vergül qoyuruq. O isə yox. Baxın, uşaqlar, artıq burada necə etdim? Burada bir müsbət fikir var. Mən səni çox istəyirəm. Bu tamam, müsbət bir fikirdir. O isə yox dedikdə bu isə mənfi bir fikirdir. Deməli, nədir? Bir tərəfdə müsbət, bir tərəfdə isə mənfi bir fikir var. Bu olacaq qarşılaşdırma. Deyirəm, sən daha yaxşı oxuyursan, amma o səndən zəifdir. Burada da müsbət və mənfi fikirlər qarşı-qarşıya qoyulubdur. Sonra 6-cı aydınlaşdırma bağlayıcıları. Aydınlaşdırma bağlayıcıları. Deməli, aydınlaşdırma bağlayıcıları hansılardır? Yəni, məsələn, bağlayıcılarıdır. Deməli, yəni, məsələn, aydınlaşdırma bağlayıcılarında necədir? Adətən bu tipli sözlərdə biraz səbəb-nəticə mənasına, məsələsinə daha çox oxşuyur. Biraz daha çox oxşuyur.
Amma nəticədə, səbəb nəticədə, nəticə sonda olur. Ümumiyyətlə bir şeyi oxuyanda həmişə gedin sondan oxuyun səbəb nəticəni. Əvvələ sual verin. O zaman səbəb nəticəni dəqiq tapasınız. Yoxsa başdan oxuyanda aydınlaşdırma, bu biraz bizi qarışdıracaq da. Aydınlaşdırmada ümumiyyətlə aydınlaşdırma tabeli mürəkkəb cümlələrdə, tabesiz mürəkkəb cümlələrdə 2 nöqtənin hesabına tapırıq. Ya da nöqtə vergülün hesabına tapırıq. Deyirəm ki, bu toyda hamı var idi. Yəni, baxın, aydınlaşdırıram. Filankəsdə hamısının olduğunu göstərirəm. Məsələn, mən ya da deyirəm ki, sən bütün hər şeyi gətirməlisən. Məsələn, kitablarını da, dəftərlərini aydınlaşdırma verirəm mən daha çox. Biz buna aydınlaşdırma bağlayıcısı rahatlıqla belə formada tapa bilirik. İndi gəldik, birdən başlayaq. Birincisi və ilə bağlayıcılarında ümumiyyətlə vergül məsələsi yoxdur. Bu getdi. Heç nə vədə, nə də ilənin o tərəf, bu tərəfinin vergül olmaz. İnkarlıq bağlayıcısında birincidə qoyulmur, amma ikinci ki təkrarlandı, ondan qabaq vergül olacaq. Bu eynən təkrarlanan ya da, həm də, gah da bu tipli sözlərin hər birinə aiddir. Yəni bunu bir dəfəlik yadınızda saxlayın ki, bu tipli sözlərin hər birində mütləqdir ki, vergülü birincidən yox, ikincidən sonra əvvəl o işarələrdən istifadə edəsiniz. Sonra gəldik, özü də eləcə də nəinki bu tipli sözlərdən də adətən cümlənin işləmə yerinə baxıb intonasiyanın hesabına tapasınız. Bölüşdürmə bağlayıcılarında, eyni ilə bölüşdürmə bağlayıcılarında yəni biz deyirik ki, ya da ki, üzr istəyirəm, ya da ki, cah da ki, bunlarda da eynən nədə necə idisə, bunlarda da eynən o formada vergüldən istifadə olunacaqdır. Məsələn, deyirəm ki, cah dərs oxuyur, cah yazı yazır, cah dərs oxuyur dedikdə vergül heç yanında yoxdur. Oxuyurdan sonra vergül qoyuram, cah yazı yazır. Yəni, sən bu cümlələri onsuz da bizim intonasiyamız bunları ayırmağa kömək edəcək. Amma, ancaq, lakin, hətta, habelə, o cümlədən, həmçinin, halbuki, çünki, yoxsa ona görə ki, bu tiplilər bunlardan əvvəl vergül qoyulacaqdır. Bu mütləq buna da diqqət edirsiniz. Yəni, məsələn, bundan da yənidən əvvəl vergül işarəsi qoyulmalıdır. Və belə ki, bağlayıcısı vardır. Belə ki, bağlayıcısının əgər cümlənin əvvəlində, indi digər aydınlaşdırmada da onu izah edəcəm. Əgər cümlənin əvvəlindədirsə, özündən sonra cümlənin ortasındadırsa, modal söz qaydası hər iki tərəfdən mütləq ki, bu işarə qoyulmalıdır. Vergül işarəsi qoyulmalıdır. Sonra keçirik tabellik bağlayıcılarına. Tabellik bağlayıcıları da eyni ilə aydınlaşdırma, şərt, güzəş, səbəb bunlardır. Birincisi aydınlaşdırma, belə deyək ki, birincisinin tabesizlik bağlayıcılarında aslı və əsas tərəf olmur. Amma tabellik bağlayıcılarında aslı və əsas tərəf olur. Yəni, sən tabellik bağlayıcılarını, məsələn, əgər desəm ki, yağış yağdı, hər tərəf, məsələn, hər tərəf su oldu, belə deyək də, məsələn. Su ilə doldu və s. və yaxud da belə bir şey yazaq. Hər çuxur, neysə də belə bir şey, yağış yağdı, göl oldu, lap belə yazaq. Yağış yağdı, daha məntiqli olsun cümləmiz. Yağış yağdı, gölməçələr yarandı. Bu tabesiz mürəkkəb cümlədir. Yağdı, nə yağdı, yağış yağdı, yarandı, nə yarandı, gölməçələr. Tabesiz mürəkkəb cümlədir. Baxın, bu cümlə, birinci cümlə, ikinci cümlədən asılı vəziyyətdə deyil. Yəni, siz buradakı vergülü götürüb, yerini nöqtə ilə əvəzləsəz, bunu da böyük hərfdən yaza bilərsiniz. Yəni, yağış yağdı. Vacib deyil ki, bu cümlənin ardı gəlsin. Amma tabeli mürəkkəb cümlələrdə belə deyil. Tabeli mürəkkəb cümlə davamını istəyir mütləq ki, cümlənin ki, ardı gəlsin. Görün, nə demək istəyir? Birincisi, səbəb bağlayıcılarıdır. Səbəb bağlayıcıları, çünki ona görə ki, ondan ötürü ki, o səbəbə ki, mən hamısını yazmıram. Amma bunları yadda saxlamaq lazımdır. O səbəbə ki, ondan ötürü ki, çünki bu tipli sözlərdir. Məsələn, deyirəm ki, mən dərsə getmirəm. Getmirəm. Çünki
Məsələn, hava soyuqdur. Və yaxud da qar yağır, və yaxud da yağış yağır. Fərqi yoxdur, nə olur olsun. Hava soyuqdur. Deməli, mən dərsə getmirəm, çünki hava soyuqdur. Deməli, bura baxırıq. Mən dərsə getmirəm. Axı, səbəb olmalıdır. Mən bu cümlənin ardını istəyirəm. Bir cümlə digər cümlədən asılı vəziyyətdədir. Yəni, bir cümlə digər cümlənin izahını verir. Ona görə də tabeli mürəkkəb cümlədə aslı və əsas tərəf olur. Hətta biz bunu baş və budaq cümlə deyirik. Sonra şərt budaq cümlə, şərt bağlayıcıları, şərt budaq cümləsi deyirəm. Şərt bağlayıcılarında isə əgər, hərgah, madam, indiki, bir halda ki, əgər, madam ki, hərgah bu tipli sözlər şərt bağlayıcılarıdır. Şərt bağlayıcıları olan cümlə isə həmişə budaq cümlə olur. Deyirəm, əgər bunu edirdisə, gərək qabaqcadan xəbər verərdi. Şərt kəsirsən. Güzəşt bağlayıcıları. Hərçənd ki. Baxın, burada t deyil, hərçənd. Bəzən yazılır, hansı səhv yazılıbdır. Hərçənd ki. Bunlar güzəştdir. Güzəştə gəlsin. Hərçənd ki, o bunları daha yaxşı bacarır, amma mən yenə də ona özüm nəzarət edəcəyim. Bunlarda vergül məsələsi. Harada ki, bitirməsən deyirəm ki, hərçənd yaxşı bilir. Amma mən yenə də özüm nəzarət edəcəyim. Baxın, burada gəlir. Vergül tələb edən yer, harada fasiləyə ehtiyac vardırsa, həmin yerdə biz vergüldən istifadə edirik. Gəldik sonuncusu aydınlaşdırma bağlayıcısına. Aydınlaşdırma bağlayıcısında ki, belə ki bağlayıcılarıdır. Belə ki bağlayıcısı cümlənin əvvəlində gələndə özündən sonra, əgər ortada gəlirsə, hər iki tərəfdən vergül qoyasınız. Əsas ki bağlayıcısına baxaq. Nə zaman bağlayıcıdır? Uşaqlar, əgər kidən əvvəl siz əvəzlik görsəz, yəni sən ki, mən ki, biz ki, bu tipli görsəz, bilin ki, bu ədatdır. Yəni bunu gördünüzsə, bilin ki, bir qeyri-şərtsiz olaraq bu ədatdır. Və yaxud da cümlənin sonunda gəlibdir. Cümlənin sonunda gəlib. Əgər desə ki, bu cümlənin sonunda gələn, sən bunu bilmirdin ki, sən bunu daha yaxşı bacarırdın ki, əgər bu tipli suallardan istifadə olunsa, bilin ki, bu sual ədatıdır. Əgər kidən əvvəl hərəkət vardısa, məsələn, getdim ki, onu görəm. Getdim ki və həmişə də kidən sonra bağlayıcıdırsa vergül qoyulacaq. Getdim ki, onu görəm. Məsələn, onu görüm. Əgər belə olsa, bu bağlayıcıdır. Kidən qabaq hərəkət görəndə. Amma bir şey var. Əgər kinin sağında da, solunda da eyni hərəkəti görsəz, bilin ki, bu ədatdır. Məsələn, deyirəm ki, mən nə qədər desəm də, o qız getmir ki, getmir. Baxın, belə bir şey olsa, getmir ki, getmir. Bəzən buradakı vergül uşaqları çaşdırar ki, burada vergül var, qarşısında hərəkət var, deməli, bu bağlayıcıdır, xeyr. Baxın, sağında da, solunda da eyni halda, eyni söz təkrarlanıbdırsa, ortada qalan ki, qüvvətləndirici ədatdır. Ona görə də bu ikilərə mütləq xüsusən diqqət etmək lazımdır. Bu qədər. Bir də dadə şəkilçisi vardı. Ədatlarda da dadə işlənir, bağlayıcılarda da dadə işlənir. Ədatlarda işlənən dadələrdə daha çox qüvvətləndirir. Amma bağlayıcılarda işlənən dadələrdə isə daha çox sadalanma intonasiyası olur. Daha çox sadalanma formasında. Yəni, almada, heyvada, narda, sanki hər şey var idi, bu da var yanında. Mütləq belə düşünün. Məsələn, deyirəm ki, bu yerə, oraya atam da gəlmişdi. Əgər sizə deyilsə ki, məsələn, burada bəzən hallarda atam da, anam da, belə də yazar, anam da. Sizə deyər ki, bütün dağlardan sonra vergül qoyulur. Yadınızda qalsın, ən sonuncu dada vergül qoyulmaz. Atam da gəlmişdi. Sadəcə bu sadalama intonasiyası ilə gedir. Yəni sonuncuda daha niyə olsun ki, burada atam da, anam da, nənəm də, babam da burada qoyuldu. Xalam da gəlmişdi. Artıq xalam da ki, dada vergüldən istifadə olunmaz.